regionun gələcəyini müəyyən edəcək əsas qərarlar verilir. Azərbaycan mərkəzə çevrilir. Kanala abunə olub video bəyənməyi unutmayın. İyulun 30-31-də Prezident İlham Əliyevin Qırğızstanın dövlət təvəvi çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşündə iştirakı regionda əməkdaşlığın yeni mərhələyə keçirdiyini göstərən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Görüş həm Azərbaycan, Mərkəzi Asiya strateji tərəfdaşlığı möhkəmlənməsi, həm də nəqliyyat, enerji və iqtisadi inteqrasiya istiqamətlərində yeni imkanların müzakirəsi baxımından diqqət çəkir. Azərbaycan bu platformada tam hüquqlu iştirakçı, Mərkəzi Asiya ilə əməkdaşlığın gələcək inkişafına və ölkəmizin orta dəhlizli strateji rolunun güclənməsinə hansı konkret töhfələr verə bilər? Qlobal İnfo'ya danışan politolog Tofiq Abbasov deyib ki, bu görüşün çox böyük əhəmiyyəti var. Çünki artıq bu altılıq faktiki olaraq vahid siyasi və iqtisadi subyekt kimi formalaşmağa başlayır. Söhbət Mərkəzi Asiya ölkələri ilə Azərbaycan bütövlükdə isə regionumuzun qlobal logik sistemində rolunun və əhəmiyyətinin daha da artmasına gedir. Hamımıza məlumdur ki, orta dəhliz strateji əhəmiyyət daşıyan əsas kommunikasiya marşrutlarından biridir. Bu xətt Çindən başlayaraq Azərbaycan üzərindən Avropaya qədər uzanır. Belə bir marşrutun səmərəli fəaliyyəti üçün isə vahid yanaşmalar vacibdir. Buraya gömrük prosedurlarının uyğunlaşdırılması, vergi sistemlərinin əlaqələndirilməsi, sənədləşmənin tam elektronlaşdırılması, rəqəmsallaşma və yaşıl enerji layihələri inkişafı daxildir.